Biz baxın, Ermənistan Paşinyan çox danışır Qərb haqqında, amma faktiki olaraq Rusiyadan qopa bilmir. Bizdə Qərb haqqında açıq danışmırlar, amma faktiki olaraq Qərb yönlü siyasət yürüdürlər. Hansı sahədə? Bütün sahələr, enerji, təhlükəsizlik, nə bilim, ticarət. Baxın ticarət şeyə, bizim bütün şeylərə. Hətta buradakı korrupsiya pullar da bizdə Qərbdə. Yuyulur. Ya orada yuyulur, yəni Ermənistandakı kimi çoxsa Rusiyada deyil. Yaxud Gürcüstandakı kimi olaraq İvanişvili. Kəşki sosial siyasətə də təsir göstərəkdə, o Avropa siyasəti. Müharibəyə görə bu qədər pulu xərcləmişik. Müharibə bitdi də, 5 ildir bitib. Bərpa gedir də. Siz nə qədər pul gedir? Bütün ömrümü gedəcək sizin fikrinizcə? Valla məndən nə cavab gözləyirsiniz? Yox, siz uğurlu, yox, mən sadəcə ritorik bir sualdır ki, əslində xarici siyasətimiz sizin də dediyiniz kimi uğurludur və bunun daxili siyasətə, əhalinin sosial siyasətinə inteqrasiyası arzu olunan da çətindir. Çünki biz kiçik ölkəyik. Kiçik ölkənin sırf daxili siyasəti olmur. Bu geopolitikanın acı gerçəkliyidir. Yalnız ölkəniz böyük olanda Rusiya kimi, Amerika kimi, Fransa kimi, heç olmasa da, onda siz deyə bilərsiniz ki, bu mənim sırf daxili işimdir, bu isə mənim xarici işimdir. Amma bizim kimi kiçik bazarı, iqtisadiyyatı olan və eləcə də ərazisi olan ölkələrdə, hətta nə bilim, kommunal xidmətlərdə istifadə olunan avadanlıqlar və ya nə bilim, ehtiyat hissələri hamısı xaricdən alınır da, gətirilir. Deməli, sən heç bu məsələdə bir kommunal siyasətin belə sırf daxili deyil, əgər sən xaricdən gələn o təchizatdan asılısansa və xarici ticarət siyasi məsələdir, bu iqtisadi məsələ deyil. Çünki sən o əlaqələri gərək qurasan ki, sənə orada güvənələr, sənə bunu satarlar, yaxud səndən onu alalar. O baxımdan bizdə xarici siyasət heç şübhəsiz ki, öndədir və daxili siyasətdən hər zaman üstün olacaq. Coğrafi olaraq, mən indi kimsə yanlış anlamasın, hökumətlər dəyişəcək, yeni hökumətlər. Əgər bunu anlamasalar, onda ölkəmizi problem gözləyəcək. Amma öncə xarici siyasət, sonra daxili siyasət. Doğrudanmı, məsələn, hər şeyi biz müharibədən yeni çıxmışıq, quruculuqla məşğuluq, hərbi büdcəmizi artırmalıyıq, özünü müdafiə xərclərini artırmalıyıq, belə arqumenti ilə, bəhanə deməyim ki, kimlərin xətrinə deməsin, amma o arqumentlə, demək, insanların sosial rifahını bu qədər arxa plana atmaq lazımdır. Çünki qonşu ölkələr, kiçik ölkələr var, onların sosial göstəriciləri ilə müqayisə edəndə onlar da eyni durumdadırlar. Müdafiə xərcləri var, özünü müdafiə, hərbi büdcələri, bütün dünya ölkələri hal-hazırda hərbi büdcələrini artırmaqla məşğuldur. 2025-ci ilin dövlət büdcəsində hər bir ölkədə, çünki müharibə təlaşı vardır. Amma bu Azərbaycan insanının bu dərəcədə çətin sosial problemlər, şərtlər daxilində yaşamasını məntiqli edir axı. Sizcə belə bir problem var məsələ? Azərbaycanda sosial problem yoxdurmu? Yəni insanlar bilmir ki, ərazi işğal olunmuşdur, bunu geri qaytarmaq lazımdır, indi bərpa. Bunu anlayan yoxdur sizcə? Anlayırlar, amma insanların sosial şəbəkədəki hayküyü deyirsinizsə, ona heç bir önəmi yox. İnsanların bir də həyatı var, ona qədər də var idi. Tamam, indi biz bundan sonra da olacaq. Hökumət dəyişəndən sonra da olacaq. Biz daha güclü, daha böyük, ərazisi daha böyük bir ölkə deyilikmi? İndi bizim arzular bizə 30 neçə il boyunca deyirdilər ki, Qarabağ kimi bir dərdimiz var, sakit durun, imkan verin. Qarabağ dərdimiz bitin dedilər, Qarabağı qurmaq və insanları... Var da, obyektiv deyilmi bu? Okey, amma bu nə zamana qədər davam edir? Bu bərpa işləri bitənə qədər, nə bilim, mən müddət verə bilmərəm, baxın. Ora insanların köçü lazımdır, təhlükəsinin təmini lazımdır. Ermənistanla hələ heç nə bilinmir, görək bu, hara qədər gedir, Paşinyan qala bilirmi hakimiyyətdə? Paşinyan mı imzalayacaq sülh müqaviləsini, yoxsa Paşinyan devrəcəklər, başqası gəlib deyəcək ki, biz istəmirik sülh müqaviləsi, Zəngəzur nə zaman açılacaq? Axı, bunlar mən öncə dedim, bu xarici siyasət olmazsa bizim daxili siyasətimiz də olacaq. Siz bir müxalifətçi deputat olaraq daha təftişçi olmalı deyil misiniz? Daha çox belə mən hökumətə qarşı müxalifətdəyim, həqiqətə qarşı müxalifətdə deyiləm. Tamam, amma hökumətin, məsələn, sizin də seçkiniz var, deyirsiniz, doğrudanmı insanlar bunu istəmirlər? Sizin seçkiləriniz sizə heç mi problemlərlə bağlı müraciət eləmirlər? Siz yasamalda yaşayan insanlar əminəm ki, problemlərlə doludular. Hamısı anlayışla mı qarşıdırlar ki, bizim Qarabağı qurmaq kimi bir problemimiz var? Mənim dairəm nisbətən yaxşı yaşayan insanların dairəsidir bu. Elmlər həndəvəri. Hə, bu universitet, akademiya, müəllim, məmur sinifi, yəni mən ağır dairələr var, mən anlayıram. Ən aşağı maaşlı müəllimlərdə də nəzərə alsaq? Hər halda, maaşla bağlı mən heç bir müraciət almamışam. Amma sosial qayğılar var, kommunal xidmətlərin işi ilə bağlı olan var. Pensiya, təzminat, ondan sonra işə düzəlmə, qanunsuz işdən çıxarma. Əsasən, vətəndaşların müraciətləri, əgər səlahiyyət aidiyyatına görə baxsaq, Əmək və Sosial Müdafiə Nazirliyinə aiddir. Bəlkə də deyərdim 90%-dən yuxarı.
yəni sırf siyasi məsələlər ki, bu məsələ ilə bağlı bəlkə bir qanun qəbul olunur. Son zamanlar 2-3 belə təklif almışam, üzərində işləyirəm. Amma prinsip etibarında çox sosial qayğılar.